أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا وسيد المرسلين محمد وآله الطاهرين. اللهم صل على محمد. واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Muhterem müminler, muhterem mümineler, Allah mübarek Cuma gününü hamdolsun hayırlı karar versin. Amin. Allah bu güzel günlerin feyz ve bereketinden bizleri bir nasip eylemesin. Amin. Dünyadan köçüp gidenlerimizi rahmet, kalanlarımıza can sağlığı ve hastalarımıza şifa inayet etsin. Amin. Allah müşkillerimizi, problemlerimizi halletsin. Müşkiller, darda olanlarımıza necat versin. Allah Subhanahu ve Teala nâgis ağrımızla bizden rəftar eləməsin. Gəlin günlərimizi daha xeyirli, daha uğurlu, daha bereketli karar versin. Allah Subhanahu ve Teala İmam Zaman Ağa'nın zuhurunu tezleştirsin. Onun zuhuruyla dünyamızı güzelleştirsin. Bizleri de onun zuhuruna hazır olanlardan karar versin. Allah'ımızın akıbetini, ahiretini hayırlı ve izzetli karar versin. Bu dualarımızın kabulünden ötürü Muhammed ve Ali Muhammed'i 3 defa icabı salavat koyalım. Allahumma salli ala Muhammed, Ali Muhammed. Allahumma salli ala Muhammed, Ali Muhammed. Allahumma salli ala Muhammed, Ali Muhammed. Kur'an-ı Kerim'in ve Peygamber onun Pak Ehl-i Beytinin bize verdiği en büyük derslerden biri sabır dersidir. O öyle bir makamdır ki o makama yetişmek yalnız Allah'ın hususi inayetine şamil olanların işidir. Elə ona görə də Allah Subhanahu ve Teala öz peyğəmbərlərini, öz bəyəndiyi bəndələri, vəlilərini vəsf edəndə Quran-ı Kərimin Səcdə surəsinin 24-cü ayəsində belə deyir: وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ. Biz onlardan bizim işimize, bizim yolumuza hidayet eden imamlar, rehberler tayin ettik. Ayeye dikkat edin. Biz onlardan öz yolumuza hidayet etmek için rehberler tayin ettik ki onlar sizi neresinde doğru düzgün yola aparsınlar. Lakin bu tayin, bu seçimin meyarı vardır. Allah izah edir ki ben neye esasen onları seçtim? Neye esasen onlar bu rehberliğe, bu peygamberliğe, bu tebliğat işine layık görüldüler. Allah seçildi onları. Ama seçimin bir hususiyeti olmalı. Ben bunu defalarla demişim. İster biz öz seçimimizde veya mesela her hansı bir şəxs bir seçim edəndə seçim nəyəsə əsasən olmalıdır. Xüsusən mesela müəllim bir sinifdə dərs deyirsə, tələbələrdən hansınırsa digərindən seçirsə, ona imtiyaz verirsə, o imtiyazın nəyi olmalıdır? Səbəbi olmalıdır. Və illa bu səbəbsiz seçim ədalətsizlik olur. Hansısa bir xüsusiyyətə görə seçim baş verir. Allah da aləmləri yaradan Allah
bizi xalq edib, bizə də bu xüsusiyyəti verib, özü də öz seçimində nəyəsə görə seçir. O ayədə bizə deyir ki, mən sizin içinizdə bu hidayət işi üçün müəyyən rəhbərlər təyin etmişəm. Seçmişəm sizin aranızda. Niyə onları seçib sizi seçməmişəm? Onu belə izah eləsin bizə. Ki, bu ədalətsizlik nə olsun? Aradan qalxsın. Bir seçim üçün, bir imtiyaz üçün bir səbəb olmalı. Allah ayədə bu Səcdə surəsində deyir, Ləmmə sabaru və kanu bi ayatina yuqinun. Çünki onlar nə edirlər? Səbr edənlərdən edirlər və onlar bizim ayələrimizə yəqinlə, qətiyyətlə inananlardan edir. Demək, bu iki dənə xüsusiyyətə görə Allah nədir? Elə bizim kimi insanlardan peyğəmbərləri seçir. O vaxtki cəmiyyət, o vaxtki insanlar, hamımız biz Adəmlənik, belə quruluşumuz eynidir, eyni vücuda malikik. Lakin Allah deyir, onlar bizim ayələrimizə qətiyyətlə inandıqlarına görə, səbr etdiklərinə görə, bu iki xüsusiyyəti özlərində cəm elədiklərinə görə mən onlardan bu hidayət missiyasını yerinə yetirmək üçün sizin içinizdən adamlar seçdim. Və peyğəmbərlər peyğəmbər oldular. İlahi rəhbərlər rəhbər oldular. Nəyə görə? Bu ayəyə əsasən səbr etdiklərinə görə və Allahın ayələrinə inandıqlarına görə. Ona görə əzizlər, Kur'an'ın ve Peygamber ve Ehl-i Beytinin bize verdiği en büyük ders, onlardan öğrendiğimiz en büyük ders sabır. Bunlar Peygamber sallallahu aleyhi ve sellem sabri yalnız bir nezariye kimi bize aşılamayıp, bir nezariye kimi bize demeyip, sabre davet edip ve sabırlı olur. Ve sabırlı olduğuna göre de müvaffakiyet elde edip ve bu günleri İslam dini Peygamberin sabrinin neydi? Nəticəsidir. Hem Peyğəmbərin hem de Peyğəmbərdən sonra gələnlərin, bu dinin rəhbərlərinin, bizim imamlarımızın səbrinin nəticəsidir. Öyle əks təqdirdə rəhbərin, qabaqda gedənin səbri olmadığı təqdirdə bütün işlər dəyərlidir. Rasulullah sallallahu aleyhi ve sellem öz həyatında praktiki formada bizə 23 il zəhməti dövründə, xüsusən də 13 il Məkkədə çəkdiyi zəhmətlərdə bizə səbri öz davranışlarında göstərir. Yaxınlarını itirdi, səbr elədi. Bəzən təhqir olundu, səbr elədi. Bəzən Rasulullah sallallahu aleyhi ve sellem nədir? Ona iman gətirənlərlə məcburi köçməli oldu, səfər etməli oldu və illərlə blokadada yaşamağa məcburiyyətində oldu, mühasirədə oldu Əbi Talibdə. Dostlarını itirmək məcburiyyətində oldu və bununla bərabər az qalmaq məcburiyyətində oldu. Lakin bütün bunlara ali hədəflərinə çatmaq üçün nə elədi? Səbr elədi və ətrafında olan insanları səbr elədi. Peyğəmbərin ən böyük silahlarından biri oldu. Və hətta qövmü, yaxınları, əmiləri, əmi uşaqları, doğmaları ona zülm edərkən Peyğəmbər sallallahu aleyhi ve sellemin səbrinə nümunə olaraq bu söz tarixdə Peyğəmbər dilindən deyilən sözdür. Peyğəmbər dilindən ilahi sən mənim qövmümü bağışla, onlar bilmirlər. Cahildirlər. Əgər bilsəydilər, mən onları haraya aparıb çıxarmaq istəyirəm, onlar mənə bu təcavüzü eləməzdilər, onlar mənə bu zülmü eləməzdilər. Və Peyğəmbər bu kadar halim bir insan olup sabriyle bir nümunə olur. Ondan sonra Hazreti Emir el-Müminin Ali ibn Abi Talib aleyhissalatu vesselamın hakikaten de sabri göz qabağında olur. Nəhcül Bəlağada da Hazreti Ali öz sabrindən danışanda deyir, Sabartu və fil ayni qada və fil halqi şəca ərə turati nəhbən. Deyir, mən Peyğəmbərdən sonra baş verən olaylarda gözümdə tikan, boğazında sümük olan bir şəxs kimi səbr elədim. Gözümdə tikan, insanın gözündə tikan olanda, heç tikan yox, adi bir şey düşəndə insanın gözünə sanmıyor. Boğazda bir şey qalanda insanın bütün rahatlığını insanın əlindən alır. Həzrəti Əli bizə bu cümlə ilə indi
Düzdür, məsələn bir təşbih edib gözündə tikan olan, boğazında sümük olan kimi səbr elədim. Yəni elə hallar yaşadım ki, səbr olunması mümkün değildi, amma buna baxmayaraq səbr elədim. Dözüləsi hallar yaşamadım, amma buna rəğmən səbr elədim. Bunu bizə Hz. Ali Aleyhisselatü Vesselam öz sözündə öyrədir və dolayısıyla ondan bizi də səbrə dəvət edib və biz əgər Peyğəmbər və Əhl-i Beytindən gələn səbr barədə hədislərə müraciət edəsək, görürük ki, həqiqətində səbr böyük məqamdır. İnsan çoxlu şeyləri səbr etməklə əldə edə bilər və çox şeyləri də tələsməyi ilə, öz səhlənkarlığı ilə, vaxtsız verdiyi reaksiya ilə nə edə bilər? Ona görə də səbr, əziz qardaşlar, İslamın bizə öyrətmək istədiyi ən əsas xüsusiyyətlərdən, əxlaqi dəyərlərdən. Allah Quran-ı Kərimin Zümer surəsinin 10-cu ayəsində səbr barədə ayələr çoxdur. Zümer surəsinin 10-cu ayəsində və Allah nə deyir? İnnəmə yuvaffas-sabirûne əcrahum bi qeyri hisab. Yalnız və yalnız səbr edənlər öz əcrlərini, əvəzlərini hesabsız alacaqlar. Yəni bizim öz cümləmizlə desək, onlar üçün hesab kitab, yəni əvəz verməkdə, savab əldə eləməkdə hesab olmaz. Adətən əvəz nə olur? Edilən əmələ görə olur. Sən bir iş görürsən, onun müqabilində nəsə bir ücrət alırsan, mükafat alırsan. Amma Allah Quran-ı Kərimdə deyir, səbr edənlər yeganə insanlardılar ki, onlara verilən əvəzlər, onlara verilən mükafatlar nədir? Hesabsızdır. Qədər yoxdur, miqdar yoxdur. Allah onlara bu məqama görə, səbrə görə hesabsız, kitabsız nədir? Bir əvəz verəcək. Və bu ayələr də sizin hamınıza məlumdur ki, Allah Quran-ı Kərimdə səbr edənləri nə edir? Peyğəmbərin deyilən müjdəliyir və bəşşir-i-sabirin, səbr edənlərə müjdədir. Əzizlər, bu günləri biz insanların, xüsusən də bizim cəmiyyətimizin, bizim gənclərimizin, bizim cavanlarımızın ehtiyac duyduqları ən önəmli xüsusiyyətlərdən biri nədir? Səbirdir. Və bu günləri nələrisə itiririksə və nələrisə itirmişiksə və nələrisə itirəcəyiksə, inanın, bunun araşdırsız, çoxunda səbirsizlikdir. İstər ailə dəyərləri, istər dostluq, istər cəmiyyətdə baş verən konfliktlər, problemlər, bəzən bir səbr eləsək, çoxlu şeylər əldə edə bilir. Amma bəzən ani səbirsizlik və yersiz deyilən bir söz, yersiz verilən bir reaksiya böyük fəlakətlərə, böyük problemlərə, bəlkə də ömürlük nədir? Düşmənçiliklərə gətirib çıxarır. Ona görə əzizlər, biz Quran-ı Kərimdən, Peyğəmbər və Əhl-i Beytindən öyrənməyimiz lazım olan əsas dərslərdən biri səbir dərsi. Bu Quranın bizə əmridir, bu Quranın bizə verdiyi müjdədir və bəşşir-i-sabirin, səbr edənlərə nədir? Müjdə verir. Ona görə də hər olayda, əgər bizim səbrimiz olsa, necə ki, bizim məsumlarımız səbri bizim söyləs veriyəndə deyir, səbrin imana nisbəti, başın bədənə nisbəti kimidir. Səbrin imana nisbəti, bu sözə baxın, səbrin imana nisbəti, başın bədənə nisbəti kimidir. Bədəndə baş olmasa, bu bədənin heç bir dəyəri yoxdur. Səbr olmasa da, demək nədir? İman yoxdur. İmanın əsası nədir? Səbr. Peyğəmbər sallallahu aleyhi və səlləm bir daha təkrar edirəm, təkidlə deyirəm, nələrisə əldə elədisə, ondan sonra Həzrəti Əli, ondan sonra onun pak övladları nələrisə əldə elədilərsə, onların əsas silahları səbr oldu. Qalmayan zülümlərə məruz qaldılar, əsas qalxanları, həm silahları, həm də deyə bilərəm ki, nədir? Qalxanları nə oldu? Səbr oldu. Və yaxud başqa bir cümlə ilə desək, silahları dua, qalxanları isə nə oldu? Səbr oldu.
dua elədilər, Allahdan istədilər müşküllərdən çıxsınlar və qalxanları bu mübarizədə təhlükəni özlərindən dəf eləmək üçün. Əsas qalxanların olduğu səbir. Biz bunu Hz. İmam Həsən əleyhissalatu vesselamın hiləgər Muaviyə bin Əbi Süfyanla elədiyi sülhdə bariz görürük. İmam Həsən kimi bir şəxsiyyət, cənnət cavanlarının biri, amma müsəlmanların qanı tökülməsin deyə, İslam dini aradan getməsin deyə nə elədir? Böyük müsibətlərə səbr elədi və hətta möminlər tərəfindən hədələndi də və hətta tənə vuruldu, qanlandı da, sən möminləri itirdin, sən möminləri zay elədin, sən möminləri, insanları, müsəlmanları Muaviyyəyə qul elədin, bu tür sözlər, tənələr vuruldu, amma İmam Həsən bilirdi hansı addım atırdı. Ona görə əzizlər, baxın, biz Əhl-i Beyt əleyhissalamın həyatını doğru, düzgün oxuya bilsək, anlaya bilsək, hər zamanımıza uyğun öz vəzifəmizi edə bilərik, təyin edə bilərik, öyrənə bilərik və xüsusən də səbr nümunələri götürüb hərə özümüzə görə, öz sahəmizə görə, öz yerimizi bilə bilərik və doğru düzgün qərarlar verə bilərik. Əzizlər, qarşıdan Məhərrəmlik günləri gəlir. Məhərrəmlik səbri bizə öyrədən ən böyük məktəblərdir. Ən böyük məktəblərdir. Kərbəla qəhrəmanı Hz. İmam Hüseyin əleyhissalatu vesselam və onun qəhrəman bacısı xanım Zeynəb salamullah aleyhanın simasında bu iki şəxsiyyət bizə belə səbir dərsləri verirlər ki, ümumiyyətlə Kərbəlanın böyükləri, ağsaqqalları, qadınları, cavanları elə dərslər verirlər ki bizə, xüsusən də səbir mövzusudur. Həqiqətən də insan o hadisələrə nəzər salanda, diqqət yetirəndə insan heyrətə gelir. Ona görə də belə nəql olunur ki, İmam Zaman ağanın Hz. Zeynəb salamullah aleyhaya verdiyi salamda Hz. Zeynəbin səbrinə nə edib? Diqqət verir. Salamun ala qəlbi Zeynəbi sabur. Salam olsun Zeynəbin səbirli qəlbi. Özdə sabur mübaliğə modelində işlədilmiş sözdür. Ərəb qrammatikasında səbr edənə sabir deyirlər. Normal səbr edən budur. Amma sabur fəul vəznində isə nədir? Çox səbr edən. Səbr etmək adəti olan şəxsə deyirlər. Ona görə də xanım Zeynəb salamullah aleyhaya verilmiş salamda bax, İmam dili ilə salamun ala qəlbi Zeynəbi sabur, salam olsun, çox səbr edən, səbrə nümunə və meyar olan Zeynəbin qəlbi. Zeynəb kimi səbr edən olmamışdır. Zeynəb nələrə səbr elədiyi sualına biz əgər cavab vermək istəsək, Allah, elə saatlarla danışaq, günlərlə danışaq. Ona görə əzizlər, qarşıda Hz. İmam Hüseyin əleyhissalatu vesselamın Kərbəla günləri gəlir. Bu məktəb bizə gözəlliklər öyrədən bir məktəbdir və həmişə bizim mənəvi aləmimizi diri tutan bir məktəbdir. Bizə vəfa öyrədən, bizə səbr öyrədən, bizə mərdlik öyrədən, bizə gözəllikləri aşılayan nədir? Bir məktəbdir. Hz. İmam Hüseyin əleyhissalatu vesselamın və onun qarşısında şəhid olan dostlarının, səhabələrinin simasında biz bu gözəllikləri hər il xatırlayırıq, öyrənirik, öyrənməliyik. Mən həmişə bu sözü bu mənbədən demişəm. Yenə də Allah qismət edədə yenə Məhərrəmliyə yaxınlaşanda sizə deyirəm. Biz Məhərrəmliyi yalnız və yalnız qara geymək, ağlamaq, sinə vurmaq kimi bilməməliyik. Bəli, bunların özünün yeri var, savabdır. Bəli, zaman bizə Məhərrəmlik bu formada gəlib yetişib. Amma bu günləri, əgər hədəfi qoyub, ancaq bu şeylərlə məşğul olsa, çox böyük şeylər etiləmiş biz. Ona görə mənim əziz qardaşlarım, İmam Hüseyinə ağlamaqlıq Peyğəmbərin işidir. Bunu heç kim inkar edə bilməz. Bu gözəllikdir, bu savabdır. Bu hər gözə nəsib olmayan bir şeydir. Bədbəxtdir o göz ki, İmam Hüseyin üçün
göz yaşı axıda bilmir. Bədbəxtdir o insan ki, Kərbala vaqiəsinə belə tamaşaçı kimi baxır, o qəmlənmir, qüssələnmir. Amma bunlar qəmlənmək, qüssələnmək və bizim silə vurmaq, mərsiyə demək, rozə oxumaq, bunlar hamısı gözəldir. Bunlar bizə Peyğəmbər və Əhl-i Beytinin tövsiyəsidir. Bunlar olub və heç kim də bunlar inkar edəmir. Lakin Kərbala məktəbi gözəlliklərlə dolu bir məktəbdir. Biz Kərbala məktəbini bugünkü öz günümüzə şamil edə bilərik. Orada olan səbri, vəfanı, gözəllikləri öyrənə bilərik. Mən neçə il bundan qabaq belə bir ifadə işləmişdim. Bəlkə də 10 il bundan qabaq. Az yava ki, bəziləri bu ifadəyə görə məni daşqala biləsiniz. Və bəziləri təhqir də elədir mənə. İfadə bundan ibarət idi, istəmirəm çox keçmişə qayıdım. Dedim, bu günləri bəzi özlərini Hüseynçi elan edən, təqdim edən şəxslər, vay İmam Hüseyin məktəbi belə, vay İmam Hüseyin məktəbi belə, özünü belə müdafiəçi kimi qələmə verən insanların çoxu dinin əlifbasını bilmirlər. Təharətlərini bilmirlər. Bu sözü yenə də altını çizərək deyirəm. Bu bir həqiqətdir, qardaşlar. Biz nə üçün bu sözü belə başqa yerə yoza edək ki, nədir? Vay filan kəs belədir. Bu filan kəs İmam Hüseyin məktəbini təhqir eləmədi. Sadəcə demək istəyirəm ki, bu günləri İmam Hüseyin Aleyhisselatü Vesselam'ın matəminə cəm olan insan, İmam Hüseyin Aleyhisselatü Vesselam'ın eşkini iddia edən insan öz dininin əsas məsələlərini bilməlidir. Bu günləri təharəti bilməyən insan gəlsin dursun öz başına. Bu günləri namaz qılmayan insan, mən bunu demişdim də bir dəfə, bir nəfər gəldi, mənim qabağımı tutduysan, mənim atamı təhqir eləmişdim. Dedim, mən sana atamı tanımıyorum, sən də tanımıyorum. Necə olar ki, mən sənə atabətə deyir, mən deyirsən ki, namaz qılmayan İmam Hüseyin təziyəsində iştirak edə bilməz. Dedim, bir söz deməmişəm aslında, deməmişəm. Amma deyirəm ki, nədir? O təziyədə iştirakdan da önəmli nədir? İnsan öz namazını düzgün formada qılmasıdır. Çünki namaz vacibdir, dinin sütunudur. Bu məhərrəmdir, mərasimi isə nədir? Müstəhəbdir. Yəni siz də, burada ağıllı insan, bir nəfər namaz qılmır, namazın hökmlərini bilmir. İl boyu nədir? Allah'a atmadığı daş qalmıyor. Bu 10 gündə gəlib özünün əyninə qara geyib başına vurma ilə nə əldə edə bilər? Nə əldə edə bilər? Biz bu günləri bizim alimlərimiz bu şuarı deyirlər ki, hər gün Aşuradır, hər yer Kərbaladır. Nə deməkdir? Yəni sən o Kərbalada olan dəyərləri hər gün yaşamalısın. Ancaq 10 gün mövsümü mömin olmamalısan. Mövsümü imanın düşə gəlib buna tənə vurub söz deməməlisən. Hz. Ali Aleyhisselatü Vesselam Siffin müharibəsində, bu sözü mən bu mənbərdə neçə dəfə demişəm sizə. Hz. Ali Siffin müharibəsində döyüşün qızğın çağında, günorta vaxtı, özündəki nədir? Ərəb çöllükləri, səhraları, qızmar günəşin altında deyib baxdım, gördüm Əli ibn Əbi Talibin gözü səmada nəyisə axtarır. Sual verdim ki, ya Ali, döyüşdür, sən nəyə nəzarət edirsən, nəyi axtarırsan? Bir günə baxıram, görüm elə namazın vaxtı gəlib ya gəlmir. Dedilər, ya Ali, namazın vaxtıdır. Həzrət Əli'la dedi, bəs nə üçün onlarla biz döyüşürük? Məyər bu gözəllikləri onlara aşılamaq üçün döyüşmürük? Bax, döyüşdə də Həzrət Əli namaza diqqət edir. İmam Hüseyin Aleyhisselatü Vesselam hamımız demirik ki, Aşura günü möhlət aldı, namaz vaxtı, insanlar son zöhr namazlarını İmam Hüseynin imaməti ilə qıldılar. Bütün bunlar nə edir? Bu o namazın qılınmasında nə qədər özlərini sipər edən insanlar canlarını fəda edədir. Belə deyil, qardaşlar. Demək, İmam Hüseyin bu hərəkəti ilə nə demək istəyir? Dini ayinlər bu, onun sütunu olan namaz önəmlidir. Bu günləri nə var sözü təhrif eləməyə, filan kəs belədir, deyirsən kəs belədir. Biz zaten öz payıma deyirəm, doğulanda İmam Hüseynin məhəbbəti ilə doğulmuşuz. Biz ölənə qədər də beləyik. Lakin mənim burada deməyim budur ki, biz bu günləri hədəfi unutmamalıyıq. Hədəf İmam Hüseyin Aleyhisselatü Vesselam'ın bu şəhadəti ilə
yaşatmaq istədiyi dəyərləri öyrənməkdir. Bunlar önəmlidir. Bunlar önəmlidir. Bəli, vaxtı ilə zaman var idi ki, məsələn, dini maariflənmə zəif idi. Bəzi insanlar elə müəyyən nağıllarla, hadisələrlə bu dini gətirib çatdırdılar bizə, Allah onların ruhları şad eləsin. Amma biz yenə qayıdaq keçmiş əsrlər götürək, yenə insanları müəyyən nağıllarla başlarına aldırıq, bu din deyil. Biz Kərbalada olan gözəllikləri nə eləməliyik? İnsanlara aşılamalıyıq və insanların diqqətinə çatdırmalıyıq. Biz Kərbalanı köhnə Kərbala kimi yox, bütün zamanlara, bütün məkanlara, nədir? Bütün standartlara cavab verən Kərbala kimi insanlara təqdim eləməliyik. Mənəvi aləmimizi qidalandırmalıyıq Kərbala ilə. Bu cür olmalıdır. O gözəllikləri nədir? Ondan öyrənməliyik. Əzizlər, bu günləri həqiqətən də mən dəfələrlə deyirəm və yenə də deyirəm. Biraz bugün mən çox dedim, hamımızdan özür istəyirəm. Bəzilərinin xoşuna gəlmir bu ifadələr. Bu günləri biz öz dinimizi şeirlərdən öyrənməməliyik. Dinimizi müəyyən hansısa şairin, məsələn, İlhamı Cüşə gəlib, oturub, hansısa mübaliğəni eləyib, hansısa sözü deyib, indi şair adətən nədir? Bir hadisədən danışsa da onu bəziyir təqdim edir, belə deyil. Ona görə də bu günləri, mən həmişə buradan da demişəm, bəzi məddahlar da bu günləri Əhl-i Beytdən roza, mərsiyə oxuyanda onu din xadimlərinin qavarında bir dəfə oxumaq lazımdır. Ərinirlər, utanırlar, təqdim eləmirlər. Oxu görə də bu dinə uyğundur, ya da hansısa şair nədir? Öz təxəyyülünün, xəyalının nəyin yazıb? Nəticəsini yazıb. Biz də onu din kimi qəbul edəməməliyik. Ona görə mən həmişə deyirəm, yenə də təkrar edirəm. Bəzi məddahlar, xüsusən məhərrəmlik günlərində məsuliyyətsizlik eləməməlidirlər. Müəyyən şeirlər dindən başı çıxan din xadimlərinə təqdim olunmalıdır. Mən bunu oxuyuram. Bəlkə mən dinə zərbə vururam. Bəlkə ağzıma gələni deyirəm. Dəfələrlə bu mənbərdən demişəm, yenə də təkrarın altını çizərək deyirəm. Bəzən biz öz müəyyən şeir və mərsiyələrimizlə İmam Hüseyni Əbəlfəzi təhqir edirik. Vallahi təhqir edirik. Olmayan şeyləri deyirik. Yaxşı olar, elə olmayan şeyləri desək yaxşı deyir. Elə eləyirik ki, o boyda Əbəlfəzi nə eləyirik ki, sildirik, heç nə eləyirik. Ona görə əzizlər, bu günləri elə kimisə ağlanmaq üçün yalan demək lazım deyil. Əhl-i Beytin bizə tövsiyəsi budur ki, olduğu kimi hadisəni təqdim edəsək, Allah çox gözəlliklər edir. Olduğu kimi təqdim edəsək. İmam Hüseynin yalana ehtiyacı yoxdur. Həzrəti Əbəlfəzin şişirtməyə, mübaliğəyə ehtiyacı yoxdur. Ona görə bizim böyük alimlərimiz, müştəhidlərimiz deyib, ağlamaq istəyirsiniz. Oturun bir dənə fikirləşsəydiniz ki, Həzrəti Zeynəb kimi bir şəxsiyyət, Əli ibn Əbi Talibin qızı, əsir formada Üveydullah ibn Ziyadın sarayına girdi. Bu dəhşətli faktorda ağlar, nə yalanlamışsın? Ona görə əzizlər, bu günlər bu söz çox insanların xoşuna gəlmir. Amma bu həqiqətdir. Məddahlar, mərsiyəxanlar, şairlər, xüsusən bu qarşıda gələn məhərrəmlik günlərində diqqətli olmalıdırlar. Möminlər də diqqətli olmalıdırlar ki, şeir din demək deyil, şeirdən, mərsiyədən deyil, öyrənməyin. Gəlin biz Kərbaladan elə gözəllikləri öyrənək, bəli, mərsiyə deyək, sinə vuraq, mən də sizinlə bərabər. Lakin, o din ki, şəriət bizə hansı formada deyirsə, o cür bizə deyir. İnşallah ümidvaram ki, qarşıdan gələn məhərrəmlik ayında Allah bizi müvəffəq edəcək inşallah. Amin. Allah subhanahu və teala Peyğəmbər və Əhl-i Beytinə, İmam Hüseyin əleyhissalatu vesselama layiqincə xidmət eləməyi bizlərə nəsib edəcək inşallah. Amin. Biz də bütün din xadimləri də sağlam düşüncəyə sahib olan din xadimləri də möminlərin xidmətində olanlar. Gözəllikləri, mənəvi dərsləri inşallah sizin nəzərinizə çatdırılır. Allah bizləri dünya və axirət Muhammed və Ali Muhammeddən ayrı salmasın. Gələn günlərimiz daha xeyirli, daha uğurlu, daha bərəkətli olsun. Allah subhanahu və teala aqibətimizi, axirətimizi xeyirli və izzətli qərar versin. En gözəl kəlam Allah kəlamıdır. Quran-ı Kerim deyir, Bismillahirrahmanirrahim.
والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر آمنا بالله صدق الله العلي العظيم والسلام عليكم جميعا ورحمة الله وبركاته.